Ebru'nun çox gözəl bir xüsusiyyəti var, vizual bir sənəti. İncəsənətin digər növlərindən bunu tətbiq eləmək mümkün deyil. Ebru ilə olan əsərlər harda başlayır, harda bitir? Belə bir maraqlı nüanslar var, onu da qeyd edeyim. Öküzün ödündən istifadə olunur. Necə baxan kimi bilirsiniz ki, bu Ebru'dur? Boyalara onu biz qatmasaq, boya suyun üzərində qalmır. Torpaq boya olduğu üçün özünü tam biroza verir. Yaşlı atı quyruğundan hazırlanmış fırçalardan istifadə edirik. Ebru ilk başlarda cildləmə sənəti kimi istifadə olunur. Bu sahədə müəyyən qədər inkişafa ehtiyac var. Hörmətli Oxu Az və Oxu TV izləyiciləri, bugün biz sizə çox maraqlı bir sənət sahəsindən söhbət açacağıq. Bugün biz Ebru sənəti ilə maraqlanırıq. Ebru sənəti nədir? Ebru sənətinin tarixi tam dəqiq sənədlərlə müəyyən olunmasa da, onun köklərinin Orta Asiyaya, xüsusilə də Türkmənistan ərazisinə gedib çıxdığı bildirilir. Araşdırmalara görə bu sənət ilk dəfə qədim türk tayfaları arasında formalaşıb və ticarət yolları vasitəsilə yayılmağa başlayıb. Bugünkü qonağımız isə məhz Ebru sənəti ilə məşğul olan Məryəm xanım Bağırlıdır. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Çox şad oldum, hörmətli Məryəm xanım. Başlamaq istəyirəm ondan ki, ümumiyyətlə sizin təsəvvürünüzdə Ebru sənəti nədir? Əslində siz Ebru sənəti haqqında tam dolğun, ətraflı məlumat verdiniz. Lakin mən buna biraz fəlsəfi baxımdan yanaşmaq istəyərdim. Ümumiyyətlə Ebru sənətlə məşğul olan ustadlar bu sənətə müxtəlif təriflər vermişlər. Lakin mən bunu bütün tərifləri, bütün bu haqqda yazılan məlumatları bir araya toplayıb bunu demək istəyərdim ki, mən belə düşünürəm ki, Ebru sənəti varlığın bir aynası kimi mən bunu təsəvvür edirəm. Çünki bunu bir neçə cəhətdən müşahidə eləmək olar. Həyat 4 ünsürdən yaranmışdır. Od, su, hava və torpaq. Ebru elə bir sənətdir ki, burada bütün bu elementləri biz bir araya toplayırıq və bundan suyun üzərində yeni bir aləm, yeni bir sanki bir ayna əks olunur. Bundan başqa onu da göstərmək olar ki, dünya ilk öncə sudan yaranmışdır. Hətta bunu ayətlərdə də bildirilmişdir ki, dünya ilk başlanğıcını sudan götürmüşdür. Və bu sanki elə bir sənətdir ki, biz burada müxtəlif rəngləri, müxtəlif boyaları biz burada götürüb və yeni bir həyat dalğası yaradırıq. Lakin bu vərəqə köçürülür və yenidən bir başlanğıc başlayır. Bundan da əlavə, bunu da qeyd etmək istərdim ki, ümumiyyətlə Ebru sənəti özündə təkcə İslam fəlsəfəsi, İslam sənəti və yaxud da incəsənətin hər hansısa bir hissələrini yox, həmçinin fizika, nanotexnologiya, qeyri-səlis məntiqə qədər hətta biz burada onun inkişafını görə bilərik. Məsələn, Ebru sənətini biz bir dərindən araşdıranda, biz burada onun irfandan, ədəbiyyatdan hətta biz burada izlər görə bilirik. Ümumiyyətlə biz bunu məsələn ifadə edə bilər ki, məsələn su sənətkarların öz hisslərini ifadə eləmək üçün bir element olmuşdur. Məsələn, Füzuli bu haqda bir qəzəl yazmışdır. Suyun üzərindən peyğəmbəri təsvir eləmişdir və sanki burada biz bunu görə bilərik ki, burada da sənətkar öz hisslərini burada ifadə eləməyə çalışır. Qeyri-səlis məntiqi mən qeyd elədim. Bunu məsələn nə ilə ifadə eləmək olar? Ümumiyyətlə Ebrunun belə bir xüsusiyyəti var ki, Ebruda təkrar olunmazlıq var və nizamsızlıqdan yaranan bir nizam var. Biz boyaları, fırçaları biz müəyyən nizama qədər gətirib çatdıra bilərik. Boyanın öd miqdarını və s. müəyyən səviyyəyə gətirib çatdıra bilərik. Amma suyun üzərində biz artıq tam nəzarətimiz yoxdur. Məsələn, digər rəsmlərdə biz fırsaya hakimik. Məsələn, biz orada hər hansı bir rəsm çəkmək istəyəndə, portret çəkmək istəyəndə biz dəqiqliklə eyni şeyi çəkə bilərik. Hətta bir əsəri ikinci şəxsdə çəkəndə o qədər dəqiqliklə çəkə bilərik. Yəni fırsaya bizim nəzarətimiz var orada. Lakin Ebru əsərində, Ebru çəkərkən buradakı nəzarətimiz artıq bizim sadəcə lazım olan strukturları hazırlayıb və artıq sanki təslimiyyətə getməliyik, təslim olmalıyıq ki, və oradan çıxan bir nəzəriyyəni görürük. Bunu qeyri-səlis məntiqlə də əlaqələndirmək olar. Nanotexnologiyanı misal göstərdim. Bu
suyun üzərində boyaların necə olur ki, parçaya yaxud da kağızın üzərinə oturması. Bu da nanotexnologiya ilə məsələn əlaqəlidir. Ebru sənətində hansı materiallardan istifadə olunur? Məsələn, rəssamlarda ağlımıza gələn müəyyən bir materiallar var. Bəs Ebruda nələrdən istifadə olunur? Ebru sənətində istifadə olunan ləvazimatlar tam təbii ləvazimatlardır. Burada məsələn qızılgül budağından, torpaqdan gələn boyalardan istifadə olunur. Dənizdən gələn materiallardan istifadə olunur, dəniz yosunundan istifadə olunur. Yaxud da bambuk ağacından, qarışdırma fırçalarında. Məsələn, bambuk ağacından ona görə istifadə olunur ki, bambuk suya davamlılığı var və o boyalar fırçalar su ilə təmasda olur və su ilə təmasda olarkən tez çürüməməsi üçün bundan istifadə olunur. Yaxud da battal fırçalarında biz qızılgül budağından və yaşlı atın quyruğundan hazırlanmış fırçalardan istifadə edirik. Bu fırçalar yaşlı atın quyruğundan hazırlanmasının səbəbi odur ki, tutuculuq qabiliyyəti daha aşağıdır və boyanı rahat biz suyun üzərinə tətbiq edə bilirik. Bundan başqa suyu özü məsələn xüsusi hazırlanma prosesindən keçir. Suyu hazırlamaq üçün dəniz yosunundan istifadə olunur. Yaxud da həm dəniz yosunu, həm də cəvən ağacından, Azərbaycanda bu Gədəbəy zonasında yetişən ağaclardan bundan istifadə olunur və xüsusi bir toz məhlulu hazırlanır və suya qatılır, müəyyən bir prosesdən keçir və daha sonra su hazır hala gəlir. Yaxud da biz burada istifadə etdiyimiz başqa bir ləvazimat öküzün ödündən istifadə olunur. Çünki bu öküz ödü bəli, bir qədər narahat edici səslənsə də, bu olmazsa boyalar suyun üzərində qalmır. O qədər öküzü hardan tapırdınız bəli? Öküzün ödünü hardan tapırıq? Öküzün ödünü ya sifariş veririk. Əslində hazırlama prosesi biz sifariş veririk, gəlir Türkiyədən. Amma ki biz onu qəssablardan da əldə edə bilirik. Xüsusi amma tənziflərlə hazırlanır, yaxud da tənzifdən süzülür, daha sonra qaynadılır ki, bu qoxu məsələsi biraz. Mahiyyəti nədir o ödün? Sırf öküz ödüdür. Niyə görə? Çünki boyalara onu biz qatmasaq, boya suyun üzərində qalmır. Dibə doğru çökməyə başlayır. Boyanın özü torpaq boyalardır və yaxud da çiçəklərdən, məsələn, ocağın hissindən hazırlanan boyalar var. Bunlar 4 saat, 5 saat ərzində həvəndəsilərlə döyülür, hazırlanır. Buna müəyyən miqdar su və öd əlavə edib boyaları hazırlayırıq. Ebru sənəti ilə məşğul olan hər kəs özü üçün eləyir, yoxsa bu hardasa istehsal olunur və siz gedib oradan alırsınız? Biz aldığımız boyanın əsasıdır. Biz məsələn birinci proses nədir? Faydalı qazıntılardan, məsələn faydalı qazıntının xüsusiyyətinə görə boyadan alınan rənglər də fərqli olur. Boyanın əsası alınır və daha sonra Ebru tətbiq eləmək istəyən, Ebruzən yaxud da özü məşğul olmaq istəyən bunu su ilə, ödlə özü hazırlayır və belə bir nüans var ki, Ebruda belə bir məsələ var ki, bir dəfə boyanı hazırladım, hər dəfə onu istifadə edeyim mümkün deyil. Onun suyu buxarlanır, yaxud da ödün miqdarı artıb azalır. Bunu təknə ilə işləyə-işləyə yavaş-yavaş o hazır hala gəlir. Çünki işləmək lazımdır. Hərənin də bir əli var, belə deyim. Ona alınan boyası, rəngi də fərqli. Məsələn, belə bir maraqlı nüanslar var, onu da qeyd edeyim. Məsələn, biz çoxlu master-klasslar, dərslərdə biz bunun şahidi oluruq ki, məsələn, eyni master-klassda 2 nəfər gəlir, eyni boyadan istifadə edir. Birində o rəng çox açılır, tünd olur. Birində isə çox açıq olur. Halbuki su eynidir, rəngi eynidir, içinə atılan o öd miqdarı eynidir. Ebruda başqa bir məsələdə insanın mənəvi halının, ruh halının əks olunur. Mən başda qeyd elədim, varlığın aynası kimi. Ruh halımız, o anki düşüncələrimiz, hissimiz ora tətbiq olunur. Ora özünün əksi elətdirir. Məryəm xanım, rəsm əsərlərini məsəl üçün divardan asırıq, nə bilim satırıq. Ebru ilə olan əsərlər harda başlayır, harda bitir? Yəni onların ömrü nə qədər olur? Əslində bu biraz dərin məsələdir. Hətta bəzi ustadlar da bunu qeyd edirlər ki, Ebru yaxşı olar ki, digər rəsm məsələləri kimi insanların hətta çox gedigal olduğu yerlərdə də olsun, insanlar onu müşahidə eləsinlər və varlığın bunun seyrinə dalıb incəliklərini bilsinlər, öz ruhlarını tapsınlar. Ebru ilk başlarda cildləmə
sənəti kimi istifadə olunub. Kağızların, kitabların cildlənməsində istifadə olunub və xəttatlıq əsərlərində istifadə olunmuş. Ya qıraqlarında, ya da sırf onun üzərində əks elətdiriblər və zaman-zaman sanki bunu bir qədər mən belə düşünürəm ki, bunu digər sənətlərlə biraz inteqrasiya elətdirmək lazımdır. Məsələn, Ebru'nun çox gözəl bir xüsusiyyəti var, vizual bir sənətdir. Məsələn, digər rəsm əsərlərində biz proses başlayır və sonda biz bu əsəri görə bilirik. Ebru'nun belə bir xüsusiyyəti var ki, proses başlayandan sonuna kimi orada sənət əsərləri gedir. Başdan sona qədər siz orada bir vizuallığı, sənət əsərini görə bilirsiniz. Məsələn, Ebru'nun sırf sonda alınan nəticə bir əsərdir. Amma biz o nəticəyə gələnə qədər suyun üzərində nə qədər biz əsərləri görə bilirik, nə qədər əsərlər yaranır burada. Bəs bu yaranmış əsərlərin aqibəti nə olur? Onu hardansa asmaq olurmu, qurutmaq olurmu, nə olur bu? Yoxsa elə bitir orada? Yox, bu əsərləri biz Yəni siz suyun üzərində iş görüldüyünü dediyiniz üçün mən məsələn maraqlıdır ki, suyun üzərində hansısa bir əsər yekunlaşdı. Sonra aqibəti nə olur? Suyun üzərində əks olunan əsəri biz su üzərində qalmır, biz onu kağız üzərində, hətta bəzi başqa boyalardan istifadə edib, hətta müasir dövrdə onu parçaların, başqa materialların üzərində də köçürə bilirik. Amma əsas material burada kağız üzərinə köçürülmədi. Burada müxtəlif texnikalardan istifadə olunur. Məsələn, sırf çəkdiyimiz Ebru'nu götürüb bir sənət əsəri kimi də istifadə edə bilərik. Bundan əlavə xəttatlıqda istifadə oluna bilər və yaxud da akkasi Ebru deyilən əsərlər var. Həmin əsərlərdə biz yazılar, hətta bəzi Ebruçular inkişaf etdirib bir portret də bunun üzərində çəkə bilirlər. O bu şəkildə də istifadə oluna bilir. Bəs bu maraq deyək ki, gənclərim deyim, uşaqlarım deyim, marağı necə formalaşır bu sənətə? Əslində hardan qidalanırlar? Hardan bilirlər ki, belə bir sənət var? Əslində ilk növbədə burada sosial medianın, müasir dövrün gətirdiyi yeniliklərin çox geniş rolu var. İlk başda bəzən hətta bizə maraqlı bir hadisə baş verir. Bizdə Ebru sənəti deyəndə bəzən bilmirlər, uşaqlar Kurtlar Vadisindən Ömər Baba deyəndə onların yadına düşür ki, oradan tanıyıb bəzən insanlar axtarış edib gələr, bəzənsə sosial mediadan. Bir məsələ də maraqlıdır. Bax, bu Ebru prosesinin sonunda hansı ki əsər artıq ortaya gəlir, siz onu ya kağızın üzərinə köçürürsünüz, ya hansısa parçanın üzərinə köçürürsünüz. Bax, bu əsərlə hansısa bir rəssamın çəkdiyi əsər, yəni rəsm əsərində istifadə olunan boyalar, bunların arasında nə isə bir fərq varmı? Necə baxan kimi bilirsiniz ki, bu Ebru'dur? Yəqin ki, məsələn, mən seçə bilmərəm da ki, bu Ebru'dur, yoxsa bunu kimsə çəkib. Amma siz yəqin ki, baxan kimi seçə bilirsiniz. Yəqin bir özəlliyi var bunun. Ebru'da belə bir xüsusiyyət var ki, bu sırf təkrar olunmazdır. Burada istifadə olunan boyalar özünü biröza verir. Digər boyalardan, akril boyalardan, yaxud quaj boyalardan tamamilə fərqlənir. Bu torpaq boya olduğu üçün özünü tam biröza verir. Öz təkrar olunmazlığı ilə, üzərində olan texnikaları ilə özünü biröza verir. Məsələn, burada get-gəl Ebru'su var, bülbül yuvası, yaxud da daraqlı şal Ebru'lar var ki, bunlar digər rəsmlərdən, digər rəsm əsərlərindən özünü fərqləndirir. Məsələn, ən klassik Ebru sayılan battal Ebru'su. Bunu mümkün deyil ki, digər fırçalarla, digər boyalarla, incəsənətin digər növləri ilə bunu tətbiq etmək mümkün deyil. Ebru sənətində çəkilən əsərlər öz təkrar olunmazlığı ilə seçilir. Ebru sənəti, yəni əməkdir, kifayət qədər enerji sərf edirsiniz, vaxt sərf edirsiniz və bir əsəri ərsəyə gətirirsiniz. Ondan qazanc əldə edə bilirsiniz, o satılırmı, siz onu hansısa, necə deyim sizə, sərgilərə mi çıxardırsınız? Bu qazanc məsələsi necədir? Ebru sənətinə sırf maddiyyat kimi baxmaq müəyyən qədər yanlış olardı. Çünki bu sənət özündə fəlsəfəni, ədəbiyyatı, incəsənəti birləşdirən bir sənətdir. Burada Ebruzen, burada bizim mənəvi halımız, mənəvi ruhiyyəmiz əks olunduğu üçün Ebruzen burada tam rahat özünü hiss eləməlidir və müəyyən qədər bu qayğılardan kənar hiss etməlidir. Lakin Ebru sənətindən də müəyyən qazanc əldə etmək mümkündür. Burada əsərlərin satışı yaxud da
da master klasslarını təşkil edir. Çünki bu yeni dövrdə insanların bu sənətə marağı artmışdır. Xüsusən kiçik yaşlarda olan iştirakçılar, izləyicilərin bu sahəyə marağı artmışdır. Çünki boyaların suyun üzərində tətbiq olunması, sonda əsərin kağız üzərinə necə köçürülməsi onlarda xüsusi maraq yaradır. Bir də siz bayaq qeyd elədiniz su məsələsini ki, xüsusi prosesdən keçir. O su belə başa düşdüm ki, ayrıca satılır da, yəni bulaqdan doldurub gətirib onu emal eləmirsiniz, yoxsa necə? Su distillə olunmuş sudan və xüsusi maddə ilə distillə olunmuş suyun birləşməsindən alınır və bu su müəyyən müddət ərzində qarışdırılır və tərbiyə olunmağa qoyulur. Su müəyyən müddət həmin maddə ilə qarışdıqdan sonra biz bu suyu istifadə edə bilirik. Həmin gün hazırlanmış suyu istifadə etmək mümkün deyil. Yox, suyu hazır şəkildə almırıq. Biz xüsusi maddə tozu hazır şəkildə alırıq və ondan suyu hazırlayırıq. Bir də Məryəm xanım, Ebru sənəti rəssamlığın bir qolu kimi sayılırmı? Yəni məsələn, Rəssamlıq Akademiyasında oxuyan uşaqlar bu barədə hansısa bir informasiyaya sahibdirlərmi? Ya orada elə bir şey varmı ki, mən Rəssamlıq Akademiyasında oxuyuram, amma istəyirəm Ebru sənəti üzrə davam elətdirim. Yoxsa bu sadəcə belə həvəskar bir, necə deyim, hələ ki sənət növü kimi mövcuddur? Bunun dərs kimi tətbiq olması haqqında bir məlumatım yoxdur. Qədim əsərlərin bərpasında və s. bu Ebru sənətindən istifadə olunur. Ebru sənəti ilə məşğul olmağa başlamaq istəyən insan, onun üçün yəqin ki, bu sual maraqlıdır. Nə qədər vaxtda öyrənmək olur onu? Ebru sənətinin sırf texnikası və boyaların, fırçaların tətbiqi, bunu öyrənmək üçün 3 ay bəs eləyir. Lakin iştirakçı, tələbə bununla mütəmadi məşğul olmalıdır. Məsələn, sırf battalların tətbiqi üçün təşnə üzərində öz saatlarını keçirməlidir. Sanki buna əli alışmalıdır deyə bilərik. Buna görə bu müddət 1 ilə qədər çəkə bilər. Ebru ilə məşğul olanları necə adlandıraq bilmirəm, amma şərti olaraq Ebruçular deyim. Azərbaycanda mövcuddurmu Ebruçular ki, bu Ebru ilə məşğul olanlar hardasa yığılırlar bir yerdə, nə bilim, ya bir tədbir keçirirlər, ya bir-birlərinə fikir mübadiləsi aparırlar, bəlkə əsərlərini müzakirə edirlər. Varmı belə bir şey? Hazırda belə bir klublar yoxdur, lakin Azərbaycanda bu sahələ məşğul olan çox dəyərli ustadlar var, dəyərli şəxsiyyətlər var. Bu sahədə müəyyən qədər inkişafa ehtiyac var.